Bakıda dəhşət dolu ailə dramı. Boşanmaq istəyən qadına həyat yoldaşından vəhşicəsinə hücum. Air xəbər teleqrafa istinadən xəbər verir ki, Bakıda hər kəsi sarsıdan dəhşətli bir hadisə baş verib. Sabunçu rayonunun Bilgək qəsəbəsində bir kişi boşanmaq istəyən həyat yoldaşına qarşı ağlasığmaz vəhşilik edib. Aprelin 4-də baş verən qorxunc olayda 1995-ci il təvəllüdlü Zəhra Bayramova yaşadığı evdə həyat yoldaşı ilə ciddi mübahisə edib. Mübahisənin səbəbi isə qadının artıq bu evlilikdən ayrılmaq istəməsi olub. Ancaq həyat yoldaşı bu qərara dözə bilməyib. Əvvəlcə Zəhranın qulağını bıçaqla kəsib, sonra isə üz nahiyəsinə dəfələrlə xəsarət yetirib. Ən dəhşətlisi isə əri kəsilmiş qulağını qadının cibinə qoyub. Zəhra Bayramova dərhal xəstəxanaya çatdırılıb və həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir. Hazırda Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsi bu dəhşətli hadisə ilə bağlı araşdırmalara başlayıb. Cəmiyyətdə ailə zorakılığına qarşı səsimizi yüksəltməyin zamanıdır. Bu kimi hadisələrin qarşısının alınması üçün hamımız birlikdə mübarizə aparmalıyıq. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.